Bugünkü videomuzun mövzusu quzuları analarından nə vaxt ayırmaq lazımdır? O barədə danışacağım. Gəlin başlayaq. Quzunu anadan ayırmaq qoyunçuluqda ən vacib mərhələlərdən biridir. Bu proses düzgün aparılmasa, həm quzu zəifləyə bilər, həm də ana qoyunun sağlamlığında problemlər yarana bilər. Bir çox yeni başlayan təsərrüfat sahibləri quzunu tez ayırır və nəticədə quzu inkişafdan qalır. Bəziləri isə çox gec ayırır. Bu da qoyunun arıqlamasına və gələcək balavermə dövrünə mənfi təsir edir. Ona görə quzunu anadan ayırmağın düzgün vaxtını bilmək çox vacibdir. Normal şəraitdə quzular adətən 2-3 aylığında anadan ayrılır. Ən ideal müddət isə çox vaxt 90 gün hesab olunur. Çünki bu dövrdə quzu artıq həm ot yeməyə, həm də əlavə yemlərə öyrəşmiş olur. Mədəsi inkişaf edir və ana südündən tam asılı qalmır. Əgər quzu sağlamdırsa, yaxşı böyüyübsə və sərbəst yem yeyirsə, onu ayırmaq olar. Ancaq hər quzu eyni olmur. Bəzi quzular zəif doğulur, bəziləri əkiz olur. Əkiz quzular çox vaxt biraz zəif böyüdüyünə görə onları bir müddət gec ayırmaq daha yaxşı olur. Güclü və tez inkişaf edən quzular isə daha tez ayrılıb sərbəst yemə keçirilə bilər. Quzunun ayrılmağa hazır olduğunu göstərən bəzi əlamətlər var. Gəlin o əlamətləri bir-bir sadalayaq. Əgər quzu özü rahat otluyursa, arpa və ya yem yeyirsə, su içməyə öyrəşibsə, daim anasının arxasınca düşmürsə, çəkisi normal artırsa, deməli artıq ayırmağa yaxınlaşır. Ən böyük səhvlərdən biri quzunu birdən-birə ayırmaqdır. Bu həm quzu üçün stres yaradır, həm də ana qoyunda süd yığılması problemi yarada bilər. Ona görə quzunu tədricən ayırmaq daha yaxşıdır. Məsələn, əvvəl gündüz ayrı saxlayıb, axşam əmizdirmək olar. Bir neçə gündən sonra isə tam ayırmaq mümkündür. Quzunu ayırdıqdan sonra yem məsələsi çox vacibdir. Çünki ana südü kəsildiyi üçün quzu enerjini başqa yemlərdən almalıdır. Bu dövrdə yaxşı keyfiyyətli quru ot, yonca, az miqdarda arpa və təmiz su mütləq olmalıdır. Birdən çox arpa vermək olmaz. Çünki quzunun qarnında problem yarada bilər. Ondan əlavə quzuların vitamin alması üçün mineral duzdan və yaxud da ki, adi daş duz da axırlarına qoymaq məsləhətlidir. Ayırma dövründə quzulara vitamin və mineral dəstəyi də faydalıdır. Xüsusilə zəif görünən quzular üçün vitamin vurmaq inkişafı sürətləndirir. Təmizlik də yəni bu vacib şeylərdən biridir. Yaş və çirkli tövlədə saxlamaq quzuları tez xəstələndirə bilər. Ana qoyun tərəfdən də diqqətli olmaq lazımdır. Quzu ayrıldıqdan sonra qoyunun yemi bir neçə gün bir qədər azaldılır ki, süd tədricən çəkilsin. Əgər qoyunun yelinində həddindən artıq şişkinlik yaranarsa, bu problemə çevrilə bilər. Ona görə ayırmadan sonra qoyun nəzarətdə saxlamalıdır. Problem deyəndə burada qoyunun məmələrinin kor olmasına yəni səbəb ola bilər. Kənd yerlərində bəzi insanlar
quzunu bir aylığında ayırmağa çalışır. Bu çox vaxt düzgün olmur. Çünki quzu hələ də tam inkişaf etməmiş olur. Belə quzular sonradan zəif qalır, xəstəliklərə davamlı olmur və yaxşı kökəlmir. Səbirli olmaq qoyunçuluqda çox vacibdir. Əgər məqsəd bordaqdırsa, ayırmadan sonra quzuya xüsusi yem proqramı tətbiq etmək olar. Yaxşı yemlənən quzu qısa müddətdə sürətlə inkişaf edir. Amma yenə də əsas şərt sağlam başlanğıcdır. Unutmaq olmaz ki, yaxşı qoyunçuluğun əsası sağlam quzudan başlayır. Sağlam quzu isə düzgün vaxtında anadan ayrılan quzudur. Buna görə hər qoyun sahibinin quzunun vəziyyətinə baxıb qərar verməsi lazımdır. Tələsmək də olmaz, həddindən artıq gecikdirmək də. Ondan başqa quzuların tövləsində termometr olmalıdır. Çünki quzular əsasən qışda və yaza doğru doğulur və tövlənin istiliyinə və ya da soyuq olmasını daim nəzarətdə saxlamaq lazımdır. Quzulara çox isti də, çox soyuq da zərərli ola bilər. Qoyunçuluqda hər şey səbirdən başlayır. Quzuya düzgün baxsanız, gələcəkdə həm sağlam sürünüz olar, həm də qazancınız artar. Bundan başqa quzuları iki məqsədə belə deyək, ayırmaq olar. Bir, erkək quzuları bordaq məqsədi ilə bordayıb ətlik kimi satışını eləmək olar. Əsas da qoyunçuluqda, yəni gəlir bu tərəfdən olur. Yerdə qalan dişi quzuların isə Çindən, yəni daha sürətlə yaxşı böyüyən, inkişaf eləyən və hər hansı ayağında, gözündə və yaxud da başqa yerlərində problemi olmayan quzuları gələcəkdə damazlıq məqsədi ilə saxlamaq olar. Dostlar, bu günlük bu qədər. Gələn videolarda görüşənədək sağ olun.